Tovuz rayonunda kişinin həyat yoldaşına xəsarət yetirdikdən sonra öz həyatına son qoyduğu iddia olunur. Hadisə rayonun Eyüblu kəndində qeydə alınıb. Məlumata görə kənd sakini Əli Qəmbərov birtli içki aludəçisi olub və tez-tez ailədə həyat yoldaşı ilə mübahisə edirmiş. Bildirilir ki, o həyat yoldaşı Zəminə Qəmbərovanı qaynının evindən geri gətirmək istəyib. Lakin bu cəhd uğursuz alındıqda qadına kəsici deşici alətlə xəsarət yetirib. Qadının xilas olduğu və polisə məlumat verdiyi qeyd olunur. Bundan sonra evə qayıdan kişi öz həyatına son qoyub. Vallahi pasanın önündəcə dava salırdı ailəsinə. Heç kimlə onun işi yox idi. Prosta gəlib güdübdü, əlində bıçaq yoldaşını vurubdu. Sonra da gəlib özünü asıb. İçirdi, başda ilə hey zapoya gedirdi. Gecə günü içirdi. Mən niyə danıram? Qardaşımdı, içirdi. Bax elə hey öydə arvadla dalaşırdı. Nə bir kəsdən dalaşırdı, nə borcu yox idi, nə xərci yox idi. Heç nə yox idi. Heç kim dəyməzdi, heç kimdən çölə gedəndə belə hamı dedi bu yaxşı adamdır. Öyə gəlirdi, Azrail olurdu. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertizanın patoloji anatomiya birliyi publik hüquqi şəxsin Tovuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı isə Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Fuad Nazimoğlu, Eşat Cəfər, İman İmanlı, APA TV Tovuz.